إنما وليكم الله ورسوله والذين آمنوا الذين يقيمون الصلاة ويؤتون الزكاة وهم راكعون ومن يتول الله ورسوله والذين آمنوا فإن حزب الله هم الغالبون. O göylər oğlunun viladəti vaya təsadüf edir. Bir insan ki, sözümün əvvəlində oxuduğum cümlə Allah Rəsulundan onun barəsində sadir olub. Ağa Rəsulullah buyurur: Əli ibn Əbi Talib minni kəruhi min cəsədi. Əli ibn Əbi Talib elə bil mənim cəsədimdə olan ruhumdur. Əli ibn Əbi Talib Allah Rəsuluna əzizdir, tüm Allaha əzizdir. İbn Abbas deyir, mən və atam Abbas gedmişdik Peyğəmbərin huzuruna. Oturmuşduq Peyğəmbərin huzurunda, birdən Əli varid oldu. Ta Əli daxil oldu, Allah Rəsulü tamam qədd durdu ayağa. Getdi bunu bağrına bastı. Ondan sonra alnından öpdü. Əlindən tutub gətirib sağ tərəfində otuzdurdu. Atam Abbas baxdı Peyğəmbərə, hər ikisi qardaşı balalarıdır. Üzün tutdu, Peyğəmbərə dedi, Ətühibbu hava, ya Rəsulallah. Dedi, ya Allahın Rəsulü, bunu çox istəyirsən. Allah Rəsulü cavabında buyurdu, qalə ya əmmə Rəsulullah. Dedi, bəli, ey Allah Rəsulunun əmisi, bəli, çox istəyirəm. Amma vəllah, Allahu əşəddu xubbən ləhu minni. Amma and ola Allaha, Allah bunu, mən bunu istədiyimdən daha artıq istəyir. Əli ibn Əbi Talib, Allahın sevimlisi. Bir adam ki, bir gün Allah Rəsulü ona dedi, ya Əli, Allahı səndən, məndən başqa lazım olan qədərində tanıyan olmadı. Sonra dalıca dedi, ya Əli, məni də Allahla səndən başqa lazımı qədərində tanıyan olmadı. Dalıca baxdı Əli əleyhissalama, dedi, ya Əli, səni də Allahla məndən başqa lazımı qədərində tanıyan olmadı. İndi bir adamı ki, Allahla Allah Rəsulundan başqa heç kim tanıya bilmir, onun haqqını demək, onun tərifini demək, onun mədhin anlaşdırmaq bizim qüdrətimizdən çox xaricdir.